Qoç bürcü. Yaxın münasibətləriniz üçün əsas bir gündür. Sadəcə olaraq baş verənlərin keçmişdə edilmiş səhvlərin nəticəsi olduğunu qəbul edin. Sizə qalan dərs alıb, lazımsız yerə özünüzü yemədən növbəti mərhələyə keçməkdir. Əhval-ruhiyyəsi. Bugün əsəblərinizlə biraz oynayır. Gələcəyə bütün imkanlarınızla yanaşmaq üçün səmanı intizam, ayıqlıq və səbirlə keçməyə çalışın ki, tələsik qərarlardan, yersiz istəklərdən və atış xətalarından qaçınasınız. Sevgi həyatı. Əgər narahatlıqlarınızı kənara qoyub, çətin bir döngəni dönə bilsəniz, qürur duyacağınız bir şey olacaq. Tək risk, təzyiq altında olan enerji tərəfindən korlanmaq və hər şeyi nəzarət altına almaq istəyərək sərhədləri aşmaqdır. Evli olanlar. Mühit olduqca sakitdir və bu, sevgi nümayiş etdirməkdən çox cütlüyünüzü gücləndirmək və birlikdə möhkəm layihələr qurmaq üçün lazımi addımları atmaq vaxtıdır. Daha az əyləncəli, amma daha faydalıdır. Sübaylar. Əgər təksinizsə, özünüzü bu qədər tənha tapmaq üçün nə etdiyinizi düşünün. Davranışınız bəlkə də səbəbdir, çünki dəyişməkdən imtinanız sizi sevgidən uzaqlaşdırır. Daha çevik, daha anlayışlı olmağa çalışın. Pul axışı. Möhkəm razılaşmalara gətirib çıxaran müsahibələr sizi çox yaxın zamanda gözləyir. Heç bir geriləmə yox, amma konkret müzakirələr sizə uzaq gələcəyi görməyə imkan verəcək. Maliyyə baxımından irəliləyirsiniz. İş həyatı. Yalnız bir şeyi düşünürsünüz. Nəyin bahasına olursa olsun rahatlamaq və dincəlmək. Əgər alış-verişə getməyi planlaşdırmışdınızsa, yəqin ki, sevdiklərinizin fikrini nəzərə almadan fikrinizi dəyişəcəksiniz. Asudə vaxtı. Həftə sonunuz təmiz havada uzun bir gəzinti ilə başlayır. Günorta saatlarında evinizi bəzəməyi və ya bağçanıza qulluq etməyi seçirsiniz. Axşam saatlarında hər kəsi bir mətbəx emalçılığı ətrafında toplamaqdan zövq alırsınız. Buğa bürcü. Həvəsiniz və daxili optimizminiz birləşərək sizi döyüşkən edir. Bugün heç nə sizə qarşı dura bilməz. Mənəvi vəziyyətiniz əladır. Həyat tərzinizdə müsbət dəyişikliklər etməyə hazır olacaqsınız. Əhval-ruhiyyə. Ətrafınızdakılarla qayğıkeş və müdrik davranış nümayiş etdirirsiniz. Müzakirələri incəliklə və düşüncə ilə aparacaqsınız. Davranışınız çox müsbət təsirlər yaradacaq və sizə xoş münasibətlər saxlamaq imkanı verəcək. Daha nə istəyə bilərsiniz? Sevgi həyatı. Ulduzlar bugün sizi heyrətləndirir. Sevgi həyatınız əlverişlidir. Gələcəyə çox inamlı görünürsünüz. Hər gözəl fürsətdən faydalanmağa qərar verirsiniz. Özünüzü bundan məhrum etməklə səhv edərdiniz. İvli olanlar. Cütlükdə gözəl bir etibar irəliləməyinizə kömək edir. Tərəfdaşınızın doğru insan olduğuna əminsiniz. Bu hissi digər yarınız da paylaşır. Birlikdə münasibətinizi zamanla inkişaf etdirmək arzusundasınız. Subaylar. Əgər hal-hazırda çox insanla tanış olmursunuzsa, bunu dəyişmək sizin əlinizdədir. Peşəkar sahədə bir görüş sizi təəccübləndirir və çox müsbət mənada sarsıdır. Sevgi qapınızı döyə bilərmi? Pul axını. Maliyyə sahəsində qərarlar qəbul etmək üçün əla bir gündür. Bugün seçimləriniz müsbətdir. Fikirlərinizi bankerinizə aydın şəkildə təqdim etmək vaxtıdır. Saxta təvazökarlıq və ya ehtiyatsızca geri durmadan irəliləyin. Beləliklə, tərəddüd etmədən ünsiyyət qurun. İş həyatı. Peşəkar sahədə müsbət dəyişikliklər, ambisiya ilə dolu olaraq hərəkət və fəth etmək üçün güclü bir ehtiyac hiss edirsiniz. Amma həddindən artıq cəsarətli təşəbbüslərdən qaçınmaq üçün güclü enerjinizi istiqamətləndirmək güclə tövsiyə olunur. Asudə vaxtı. Həftə sonunuzda yalnız sizə sevinc gətirən asudə vaxt fəaliyyətlərinə diqqət ayırmağı planlaşdırırsınız. Məsələn, oxumaq, rəsm çəkmək, musiqi dinləmək, film izləmək,
evinizlə maraqlanmaq və ya təbiətdə gəzmək. Beləliklə, həzz alın. Əkizlər bürcü. Dairənizdə bir seçim etməkdə haqlı olacaqsınız. Özünə inamınız müsbət şəkildə artır. Formanız yaxşılaşır. Budur, hərəkətə qətiyyətlə hazırsınız. Hərəkət etmədən əvvəl təbii impulslarınızı bir qədər yumşaldın. Əhval-ruhiyyəsi. Xoş niyyətiniz üstlərinizin etibarını yenidən qazanmağa və fikirlərinizi təklif etməyə imkan verəcək. Üstəlik, mənəvi bütövlüyünüz və prinsipləriniz yeni əlaqələr qurmaq üçün əsl maqnit olacaq. Sevgi həyatı. Bugün daha çox inamınız var və effektiv hərəkət edirsiniz. Sevdiklərinizlə arzularınızı kəşf etmək, layihələrinizə dərinlik qatmaq və haqlarınızı daha yaxşı anlamaq üçün ideal vaxtdır. Səma sizi hərəkətə təşviq edir və daxili inkişafa imkan verir. Evli olanlar. Tərəfdaşınızın fikrini nəzərə alın və birlikdə keçirdiyiniz vəziyyətlər barədə onların baxışları və hisslərini heç vaxt layiqət qoymayın. Əgər ehtiyatla hərəkət etsəniz və bağları gücləndirməyə çalışsanız, dövr harmonik mübadilələr üçün əlverişlidir. Subaylar. Ay sizi öz hüdudlarınızı aşmağa imkan verən vəziyyətlərlə üzləşdirir. Naməlum sizə açılır və sizi duyğusal həyatınızı yaxşılaşdırmaq üçün yeni anlayışlara doğru çəkir. Bu təsirlər layihələrinizi irəli aparmaqda sizə kömək edir. Pul axını. Gələcək və maliyyə strategiyaları barədə baxışlarınızı bir-birinizlə paylaşmaq üçün dostlarınız və ya həmkarlarınızla bir araya gəlirsiniz. Bu sizi istədiyiniz istiqamətdə hərəkət etməyinizə imkan verir. Çünki investisiya etmək və ya yeni layihələr başlatmaq üçün daha çox ilhamlanırsınız. İş həyatı. Planetlər yaxşı mövqeylənib və öz içinə çəkilmə, daxili müşahidə və təməl işləri üçün əlverişlidir. Bu sizin ən sevdiyiniz fəaliyyət deyil, amma bundan möhkəm məmnuniyyətlər və ən başlıcası gələcək üçün yeni qəti inamlar qazanacaqsınız. Asudə vaxtı. Yüksək enerjili ritmlərə güclü ehtiyacınız var və pop-rock konserti üçün son dəqiqə bilet alırsınız. Rutinlərinizi dəyişmək getdikcə daha həyati vasitəyə çevrilir. Xərçəng bürcü. Bugün münasibətləriniz dostluq və yoldaşlıqla vəhdət təşkil edir. Ətrafınızın qardaşcasına dinləməsinə ehtiyacınız var. Onların ehtiyaclarına qarşı da diqqətli olmaq sizdən asılıdır. Öz ehtiyaclarınız da bundan mütləq fərqlənmir. Əhval-ruhiyyə. İş mühitinizdə və ya sosial imicinizdə bir yenidən təşkilatlanma faydalı olur. Qarşıdakı məsuliyyətləriniz üçün zəmin hazırlamaq, sakitcə düşünmək və bəlkə də bir böyüyünüzdən məsləhət almaq üçün yaxşı vaxtdır. Sevgi həyatı. Hisslərinizin hazırda biraz ziddiyyətli olduğunu başa düşürsünüz, amma səmimisiniz. Sevdikləriniz başa düşəcək ki, hisslərinizi həll etməyə çalışmaq lazım olsa da, siz rol oynamırsınız. Sevdiyiniz zaman bu həqiqidir. Evli olanlar. Əgər övladlarınız varsa, onlar çox yer və çox vaxt tutur. Ailə həyatı ilə cütmü həyatını tarazlaşdırmaq bəzən çətindir. Tərəfdaşınız yalnız ikiniz üçün kiçik bir axşam təşkil edərək təşəbbüs göstərir. Subaclar. Subaylar üçün yeni bir görüş planlaşdırılır. Nə vaxt? Biraz daha gözləməli olacaqsınız. Amma bu görüşün sizin qədər tələbkar biri ilə olması çox mümkündür. Yaxşı anlaşmalısınız. Pul axışı. Bugün ulduzlar yeni maliyyə tarazlığının təməlini atmağa kömək etmək üçün sizinlədir. Cədvəl sıx olacaq, amma effektiv olacaq. Asanlıqla həll edəcəyiniz bir maliyyə çətinliyini həll etmək üçün intuisiyanıza da arxalana bilərsiniz və maliyyə çətinliyini asanlıqla həll edəcəksiniz. İş həyatı. Ailənizlə olmaq ehtiyacınız güclüdür. Bu sizin dayaq nöqtənizdir. Onların yoldaşlığında olmaq sizə enerji verir. Bu həftə sonu hamını bir araya toplamağı bacarır və birlikdə xoş vaxt keçirirsiniz. Asudə vaxtı. Dostluqlarınız ortaq zövqlər, ahəngli mübadilələr, razılaşmalar və yaxşı yumorla işarələnib. Kollektiv fəaliyyətlər qurmaq üçün xoş təşəbbüslər diqqət mərkəzindədir. Bütün bunlar sizi ən yaxşıya doğru aparır. Şir bürcü. Bugün həmişəkindən daha çox müdafiə mövqeyindəsiniz. Hər kəslə yaxınlıq etməyin və sakit qalın. Zehni həyəcan, təşviş, hərəkət və quruculuq ehtiyacı, bütün bu səbəblər güclü bir yorğunluq halına səbəb ola bilər. Əhval-ruhiyyəsi.
Həyat sevincini və yaxşı yumoru bəsləyirsiniz. Sevdiklərinizlə gözəl vaxtlar paylaşmaq üçün fürsətdən istifadə edin. Dəvətlər göndərin, bir çıxış və ya şam yeməyi təşkil edin. Anı yaşamaqdan və yaxşı yoldaşlıqda əylənməkdən həzz alın. Sevgi həyatı. Cari prioritetiniz sevgi. Yalnız proyektlərinizi düşünür, yenilərini qurursunuz. İşlərin ümid etdiyiniz sürətlə getməməsi sizi ruhdan salmır. Sizin üçün ən önəmlisi buna inanmaqdır. İvli olanlar. Cütlükdə sanki yenidən başlayırsınız. Tərəfdaşınız bir qaçış və ya gözlənilmədik kiçik bir səfərlə sizin fikrinizi dəyişməyə qərar verir. Bir-birinizə vədlər verirsiniz. Aranızda bu bir sevgi hekayəsidir. Subaylar. Romantik hədəflərinizlə bağlı ulduzlar fərqli şəkildə inkişaf etmənizi təklif edir. Münasibətlərinizdə çox yaxşı bir atmosfer yarandığı və qərar vermək üçün bütün kartlar əlinizdə olduğu üçün yeni bir sentimental macəraya atılın. Para axışı. Bugün maliyyə həyatınızla bağlı sağlam bir geri çəkilmə edirsiniz. Fikirləriniz doğru istiqamətdədir. Həqiqətən bugün bir bank və ya hüquqi çətinliyi həll etmək üçün sağlam düşüncənizə arxalana bilərsiniz. İş həyatı. Mümkün qədər diqqətlə idarə edilməsi lazım olan bir dövrdən keçirsiniz. Çünki irəliləmək lazım olsa da, inkişaf etmək istəyirsinizsə, tərəqqiyə can atırsınızsa, həmişə ehtiyat və təmkin göstərmirsiniz. Asudə vaxtı. Tərəfdaşınız və ya bir dostunuz sizi çox yaxşı bir restorana aparacaq. Ləzzətləri birləşdirən, sizi valeh edən və həyat sevincinizi oyadan bu yeni mətbəx üslubu sizi heyran edir. Atmosfer çox gözəl bir axşam vəd edir. Qız bürcü. Ətrafınızdakıların narahatlıqlarına daha çox diqqət yetirməyə və dəstəyinizi təklif etməyə hazır olacaqsınız. Aşkar olanı qəbul edin. Layihələrinizdən birini dəqiqləşdirmək üçün vaxta ehtiyacınız var. Onu planlaşdırın. Əhval-ruhiyyə. Fikirləriniz təbii formada varlığın ciddi cəhətlərinə yönəlir. Yaxşı vaxt keçirməyi də düşünün. Biraz yüngüllük təzyiqi azaltmağa kömək edəcək. Bu da sonradan yeni strategiyalar hazırlamaq üçün çox müsbət olacaq. Sevgi həyatı. Subaylar artıq hara müraciət edəcəklərini bilmir və təbii marağınız yaranan fürsətlərdə özünü doyurmaq üçün bol qida tapır. Siz sanki işıq saçırsınız və ruh yoldaşınızı tapmaq və ya əylənmək üçün kifayət qədər qərarlı görünürsünüz. Pul axışı. Ünsiyyət qabiliyyətləriniz sayəsində sərhədləri keçir və tərəfdaşlar və ya üstlərinizin marağını oyadırsınız. Maliyyə fikirləriniz ustalıqla idarə olunur və insanlar sizi biliyiniz və enerjili münasibətiniz üçün dinləyirlər. Bəzi qısqanc şəxslərdən uzaq durur və irəliləməyə davam edirsiniz. İş həyatı. Səhər yeməyini rahatlıqla yemək üçün özünüzə şans verin. Bütün həftə saatın arxasınca qaçırsınız. Bu səhər özünüzə əlavə 1 saat vermək qadağan deyil. İşiniz biraz gözləyə bilər, elə deyilmi? Asudə vaxtı. Öz baramınızdan çıxmağa, kənddə kiçik bir həftə sonu təşkil etməyə və ətrafdakı təbiəti kəşf etməyə qərarlısınız. Yaxşı fikir, bölgənin gözəl restoranlarından da zövq ala biləcəksiniz. Tərəzi bürcü. Başqalarına qarşı daha həssas, daha sakin və təmkinlisiniz. Bu sizi daha sakini və daha açıq edir. Formal söhbət xarici görünüşlə bağlı deyil. Diyetə başlamaq və ya pis qidalanma vərdişini düzəltmək üçün ideal dövrdəsiniz. Əhval-ruhiyyə. Sevdiklərinizə qarşı istehzalı olmağa meyilli olacaqsınız. Diqqətli olun. Həssaslıqlar göründüyündən daha üstədir və siz düşmənçilik və hətta kin qazana bilərsiniz. Yaxınlarınızı çox sərt mühakimə etməyin. Sevgi həyatı. Söykənmiş vəziyyətdə sevgi, hələ ki, böyük coşğunluqlar və ya alovlu etiraflar yoxdur. Ya səma sizi tamamilə görməzliyidir, müvəqqəti olaraq kainatınızı tərk edir, ya da sizi əlaqələrinizi sorğulamağa, duyğusal həyatınızın hesabatını verməyə təşviq edir. Evli olanlar. Dialoqu qorumağa diqqət edin.
Təslim olmayın və təvazökarlıqdan uzaqlaşmayın. Diqqətinizi və xoş niyyətinizi 2 qat artırmaqla potensial münaqişələri sakitləşdirəcəksiniz. Əks halda bu münaqişələr uzun müddətdə cütlüyünüzün atmosferinə zərər verə bilər. Subaylar, səbirli olun. Gözəl şeylər çox vaxt yerləşmək üçün vaxt tələb edir və sizə bu qədər əsəbi görünən gecikmələr nəticədə müəyyən təhlükəsizlik və təskinliyi verən stabilliyin təminatıdır. Əsassız səbirsizliklə şansınızı itirməyin. Pul axını. Hesab idarəçiliyiniz diqqətlidir. Çətinliklərdən sizi çıxaran böyük qənaət hissinizdir. Əgər gözlənilmədən xərclər qəfil ortaya çıxsaydı, onların öhdəsindən asanlıqla gələ bilərdiniz. Mümkünsə, müəyyən ödənişləri qabaqcadan görməyi üstünlük verirsiniz. İş həyatı. Başqa yolları kəşf etmək vaxtının gəldiyini düşünürsünüzsə, indi ambisiyalarınızı itiləmək və cəsarətinizi toplamaq vaxtıdır. Bu dövrdən hesabat vermək və nələrin işlədiyini, sizi nələrin saxladığını qiymətləndirmək üçün istifadə edin. Asudə vaxtı. Bir ekstrem idman növü şəxsi məyusluğu boşaltmaq üçün mükəmməl olardı və sizi indiki ana fokuslanmağınıza imkan verəcək bir döyüş sanatı seçirsiniz. Düşündüyünüzdən daha yaxşı şəkildə özünüzü reallaşdıracaqsınız. Əqrəb bürcü. Bəzi insanların həssaslıq çatışmazlığı ilə mübarizə aparmaqda çətinlik çəkəcəksiniz. Nəhayət müəyyən şəxslərin oyununda aydın görəcəksiniz. Enerjili planetar keçidlərdən faydalanırsınız. Ətrafınızı yaxşılaşdırmağa qərarlı olacaqsınız. Əhval-ruhiyyəsi. Zəif tərəflərinizin yaxşı fərqindəsiniz. Buna görə də günbəgün onları aradan qaldırmağa çalışırsınız. Məğlubiyyəti qəbul etmirsiniz və bunda haqlısınız. Bugün şəxsi səviyyədə irəliləyiş əldə edir, bir məmnuniyyətdən digərinə keçirsiniz. Sevgi həyatı. Bugün başqaları ilə münasibət incə ola bilər. Qadın və ya kişi olmağınızdan asılı olmayaraq, günün enerjiləri sizi münasibətlərinizdə, xüsusilə qadınlarla bağlı duyğularınızdan müəyyən bir məsafə götürməyə dəvət edir. Həssaslıq və ya narahatlıq. Evli olanlar. Günün iqlimi sizi biraz da olsa rahatlamağa dəvət edir. Ekstravert olun. Tərəkdaşınızı vərdişlərinizdən kənar bir axşama çıxarın. Bu mükəmməl vaxtdır. Bir dəfəlik ciddiyyət və məsuliyyət yoxdur. Biraz eksentrikliyi qucaqlayın. Subaylar. Nəzarət etmək istəyi bugün sizi cəzb edə bilər. Buna uymayın. Əvəzində duyğusal işləmə tərzinizi yenidən düşünün. Strategiya və səbir uğurlu nəticəni asanlaşdıra bilər. Bəs özünə inam və digərinin inamını bəsləsəniz? Pul axışı. Bir müddətdir hesablarınızı yaxından izləməyə məcbur olduysanız, bu dövrün qətiyyən sona çatdığını özünüzə deyə bilərsiniz. Pul qazanmağa yeni imkanlarla birlikdə yeni bir dövrə başlayırsınız. İş həyatı. Bugün enerjinizi idealınız arxasınca qaçırmağa sərf edirsiniz. Bu münasibət sizə qarşılaşdığınız münaqişələrdə öz payınızı daşıyarkən ədavəti susturmaqdakı inadkarlığınızdan daha çox mükafat qazandırır. Asudə vaxtı. Kiçik ailənizlə kənddə və ya dağlarda sakit bir yerə həftə sonu səfəri etməyə və ətrafdakı gəzintilərdən, yerli gastronomiyadan tam zövq almağa qərarlısınız. Qarşıda gözəl bir proqram var. Bugün yaşanacaq çox gözəl anlar var. Yüngüllük həyatınıza daxil olur. Sizi bürüyən daxili rahatlıq, inam və canlılıq gətirəcək. Uzun müddətli dincəlmək sizə daha çox fayda verəcək. Əhval-ruhiyyəsi. Yenilənmiş bir həyat sevinci bugün hökm sürəcək. Bu da həyatı daha müsbət görməyinizə imkan verəcək. Bu xoş atmosfer şübhələrinizi tamamilə aradan qaldırmağa və irəliləmək üçün təkan qazanmağa imkan verəcək. Beləliklə, hərəkətə keçin. Sevgi həyatı. Oyun, ürək tərəfində səyə dəyər. Tərəfdaşınıza inamla yanaşır və böyük nəvaziş və ağılla inkişaf etdirdiyiniz bir vəziyyətdə özünüzü mükəmməl uyum içində hiss edirsiniz. Evli olanlar. Bugün ulduzlar sevgini yenidən prioritetlərinizin mərkəzinə gətirir. Cütlükdə zövqləri müxtəlifləşdirəcəksiniz və tərəfdaşınız çox ixtiraçı proqramınızdan həyəcanlanır.
Yaxşı humor və yoldaşlıq gündəmdədir. Beləliklə, anın atmosferindən ləzzət alın. Subaylar, istər dostlar arasında, istərsə də sevgidə, öz kiçik buludunuzda xoşbəxtsiniz. Səma sizi bütün enerjinizi artan emosional tələbatla üzləşmək üçün istiqamətləndirməyə təşviq edir. Ürəyinizi geniş açın və qollarınızı çırmalın. Pul axışı. Maliyyə həyatınız müsbət istiqamətdə stabilləşir. Daha çox daxili inamınız olacaq və danışıqlar niqamlamaqda rahatsınız. Bu, əldə etdiyiniz təkanı davam etdirmək, faydalı əlaqələr qurmaq və gözləntilərinizi vurğulamaq vaxtıdır. İş həyatı. Bugün yavaşlamaq və vaxtınızı almaq və ya diqqəti dağıtmaq seçiminiz var. Tələsərək bəzi vacib elementləri qaçıracaqsınız. Vəziyyəti sakincə təhlil edin. Asudə vaxtı. Fiziki dözümlülüyünüz yaxşı əlamətlər altında özünü göstərəcək. Demək lazımdır ki, hazırda yaxşı kiçik iz elementləri kursları almaq kimi yaxşı bir fikriniz var. Və nəticədə, istər şəhər gəzintisi, istərsə də açıq havada qaçış olsun, həmişə aktivsiniz. Oğlaq bircə. Sakit bir əhval-ruhiyyədə, daha rahat, optimizminiz yerindədir. Bu da bir münaqişəni hamarlaşdırmaq üçün idealdır. Formadasınız və bunu konkret olaraq necə istifadə edəcəyinizi biləcəksiniz. Açar, tam yorğunluqdan əvvəl dayanmaq olacaq. Əhval-ruhiyyəsi. Məqsədlərinizə hər nəyin bahasına olursa olsun, çatmaq üçün güclü bir motivasiyaya sahib olacaqsınız. Qətiyyətiniz artır. Uğur yaxındadır. Belə bir əhval-ruhiyyə ilə təslim olmayın. Sevgi həyatı. Niyyətləriniz gerçəyə çevrilir. Çünki özünüzü necə təsdiq etməyi və düşüncələrinizin dərinliyini necə ifadə etməyi hər kəsdən yaxşı bilirsiniz. Yol, nəfis sevgiləri toplamaq üçün aydındır. Evli olanlar. Sizi tərəfdaşınızla birləşdirən bağı təzələməyə can atacaqsınız. Və bu həqiqi bir uğurdur. Yenilənmiş bir sevgi göstərməyə, biraz ehtiraslı olmağa və nəhayət digər yarınıza soyuq ayaqlarını sizə qarşı isitməyi təklif etməyə başlayırsınız. Nəvaziş və oxşamaları yenidən başlatmaq üçün güclü başlanğıcdır. Subaylar. Ətrafınızdakılara çox istilik və işıq verirsiniz. Çünki bunu etmək sizin təbiətinizdədir. Bu sizin üçün yaxşıdır. Çünki münasibətiniz sentimental səviyyədə yolda bir hissəni sizinlə gəzməyə qadir olan bir insanı cəlb edəcək. İstilik, istiliyi cəlb edir. Pul axını. Səmərəliliyiniz bugün yüksəlişdədir. Bu da maliyyənizlə bağlı yeni layihələrə başlamağa imkan verir. Üstəlik, ətrafınız bugün sizi daha yaxşı maliyyə investisiyalarına yönəldir. Onların məsləhətini dinlədiyinizə əmin olun. Bu sizə çox kömək edəcək. İş həyatı. Sevdiklərinizlə xüsusi momentləri qoruyaraq işləmək üstünlüyünü qeyd edin. Bugün vəziyyət belədir. Ay sizi çox məqamlarda dəstəkləyir və siz hər şeyi tarazlaşdırmağa bacarırsınız. Hərəkətlə birlikdə rahatlıq. Asudə vaxtı. Gimnastika vasitəsilə oynaqlarınızın daralmasından qarşımağı bilirsiniz və əzələləriniz rahatlaşandan sonra ağlınız yumşalır və ailəniz və ya dostlarınızla çölə çıxmaq imkanlarına açılır. Sevinc və cazibə ilə parıldayırsınız. Dolça bürcü. Şəxsi münasibətləriniz hal-hazırda rifahınızın və ya narahatlığınızın təməlidir. Müxtəlif münasibətlərinizin əsl mahiyyətini görmək və onları ən yaxşı şəkildə idarə etmək üçün obyektiv perspektiv və müəyyən bir təmkinlilik qorumaq vacibdir. Əhval-ruhiyyəsi. Təfərrüatlara dərindən girmək üçün tənhalığa ehtiyacınız var. Qısqanc insanların diqqətinizi yayındırmasına imkan verməyin. Dostluq haqqında təsəvvürlərinizi realistik şəkildə yetişdirmisiniz. Bu, ifadənizdə və ətrafınızda hiss olunur. Sevgi həyatı. Ay daxili optimizminizi, bütün enerjilərinizi gücləndirir və bugün həyatınızı müsbət istiqamətə yönəldir. Gündəlik həyatın kiçik məmnuniyyətləri hərəkətlərinizi həqiqi ambisiyalarınıza doğru istiqamətləndirməyə kömək edir.
Evli olanlar. Çoxsaylı fəaliyyətləriniz, səyahətləriniz, mübadilələriniz və sosial münasibətləriniz arasında evinizi və cütlüyünüzü təşkil etmək üçün vaxt ayırmalısınız. Bu məsələlər arasında tarazlığı bərpa etmək döyüşsəl rifahınız üçün vacibdir. Subaylar. Bir ailə məsuliyyəti problemlərinizə əlavə olunur. Gündəlik həyatınızla maraqlanmaq və vəziyyətinizi yenidən qiymətləndirmək üçün fürsətdən istifadə edin. Dəyişikliklər və gözlənilməyən hadisələr yaşamağa hazır olun. Onlara müqavimət göstərməyin. Əksinə, həll olunmalı problemləri qabaqcadan görün. Pul axını. Sizi məhdudlaşdıran inanclardan nəhayət qurtulursunuz və daha çox pul qazanmaq, başqalarının uğur qazanmağına kömək etmək üçün enerji və həvəslə dolub daşırsınız. Uğurun sərhədlərini davamlı olaraq irəli itələyərək özünüzə gözəl bir hədiyyə verirsiniz və bu sizi zənginləşdirir. İş həyatı. Peşəkar həyatınızın üzərində uğurlu təsirlər dalğası dolanır. Yeni layihələrin doğuşu tərəfdaşlıqlar baxımından əlverişli şəraitlə müşayiət olunur. Həqiqətən, mahiyyətli mübadilələr qarşıdakı peşəkar münasibətləriniz üçün məhsuldar bir irəliləyiş tapmağınıza kömək edəcək. Asudə vaxtı. Dincəlmək üçün həmişəkindən daha çox sakitliyə və tənhalığa ehtiyacınız var. Beləliklə, boş vaxtınızdan yaxşı bir kitabla rahatlanmaq, yazmaq, rəsm çəkmək, öz əlinizlə işlər görmək və sevdiyiniz serialın qarşısında uzanmaq üçün istifadə edin. Balıq börcü. Münasibətlərinizin oxu əhəmiyyətli bir dəyişiklik keçirir. Bəzi insanlarla işləri aydınlaşdırmaq üçün fürsətdən istifadə edin. Gündəlik həyatınız bir qədər egzotiklik qazanacaq. Xaricilər geniş mənada sizə qarşı əlverişli olacaq. Əhval-ruhiyyəsi. Əlaqə həyatınız diqqət mərkəzindədir. Daha az tələbkar davranır və həqiqətən dəyərli olanlar üçün özünüzü daha əlçatan edirsiniz. Rutininizi qırmağa və xoş səfərlərə atılmağa hazırsınız. Sevgi həyatı. Özünüzü faydalı hiss etmək duyğusu bugün ürəyinizi hərəkətə gətirir. Əlaqə həyatınız təcrid olunma ehtiyacından xidmət etmək ehtiyacına dəyişir. Bugün əhəmiyyətli, yaxşı icra edilən hərəkətləri və sevginizin sübutlarını üstün tutur. Evli olanlar. Bugün sizi daha yumorlu olmağa, bəzi şeyləri öz axarına buraxmağa, az əhəmiyyətli məsələlərdə rahatlamağa təşviq edə bilər. Amma siz əlaqə məhsuldarlığınızı qorumaq istəyirsiniz. Rahatlayın. Tərəfdaşınız əsas olanın görünməz olduğunu çox yaxşı anlayacaq. Sübaylar. Bugün duyğusal statusunuzun ağırlığını hiss edirsiniz. Siz sevilməyə layiqsiniz və bu sizin gücünüz və dəyərinizdir. Bugün seçimləriniz, duyğusal tələbləriniz üstün tutur. Siz yeganəsiniz. Yaradıcı gücünüz tamdır. Sevgiyə həyat verin. Pul axışı. İnvestisiyalarınızı seçib ayırırsınız və bu məhz etməli olduğunuz şeydir. Ayırd etmə qabiliyyətiniz aşkardır. Həqiqətən hazırda maliyyənizi mükəmməl idarə edirsiniz. Bundan faydalanmaq və qətiyyətlə hərəkət etmək vaxtıdır. İş həyatı. Budur ki, işlər daha hamar axır. Ətrafdakı mənfi təsirlər olmadan düşünməyə azadlığına sahib olacaqsınız. Ambisiyalarınız stimullaşdırılacaq. Bütün şansları öz tərəfinizə çevirmək üçün metodlarınızı yenidən qiymətləndirin. Asudə vaxtı. Biraz düşüncə və istirahət bugün səmərəliliyinizə zərər verməyəcək. Bu fasiləni hədəflərinizə doğru daha yaxşı sıçramaq üçün geri çəkilə biləcəyiniz bir atəşkəs olaraq qəbul edin. Sakinlik gündəmdədir.